Talih Yüzbəyovun bəlkə də filmini izlədim. Gəlin sizə haqqında danışım. Siz bu evə hər gün gəlirsiniz. Xahiş edirəm, qurbanım, yalvarıram, nə olar məni kömək elə. 2 il bundan qabaq oktyabrın 23-də rəhmətə getmişəm. Allah rəhmət eləsin. Çox sağ ol. Bu filmin əsas mövzusu zamanda səyahətdir. İxtiraçı keçmişdə yaşadığı səhvi düzəltmək üçün zaman maşını düzəltmək istəyir. Ancaq bütün bu proses daha başqa səhvlərə yol açır və hər bir səhvi yenidən düzəltmək lazım gələcək. Üstəlik bundan xəbər tutan digər dövrün ruhları da gəlib keçmişə qayıtmaq istədiklərini deyirlər. Hərənin öz səhvi, öz peşmanlığı var. Bəlkə də filmi peşmanlıq hissini maraqlı yolla çatdırır. Ancaq tamaşaçını güldürməyi, müxtəlif dövrlərə getməyi də unutmur. Məsələn, piramidaların tikilməsi, İsa peyğəmbərin çarmıxa çəkilməkdən necə xilas olması maraqlı göstərilir. Filmi bəyəndim və sizə də izləməyi tövsiyə edirəm. Ölkənin bütün kinoteatrlarında artıq nümayişdədir. Belə mövzuların işlənməsi və göstərilməsi kinomuz üçün dəyərlidir. Bəs siz necə düşünürsüz?